Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mən Gülər Orucova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə integral mövzusuna aid olan 5 sualın izahına baxacağıq. Sualların izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci sualı. Deməli, birinci sualda bizə deyir ki, baxın, integral mənfi 4-dən 0-a 2dx bölünsün x üstəgəl 6-nı hesablamalıyıq. Bu da bərabərdir. 2-ni keçirdiniz integralın xaricinə vurulsun. Mənfi 4-dən 0-a, burada olur 1 bölünsün, x üstəgəl 6. Gəlin yadımıza salaq. 1 bölü x-in integralı nə idi? Ln x idi. Deməli, bu olacaq 2 vurulsun, burada ln. Baxın, x-in yerində bu x üstəgəl 6 dayanıb. Elə siz onu olduğu kimi x üstəgəl 6 kimi yazacaqsınız. Sərhədlər də nə olacaq? Mənfi 4-dən 0-a. Bərabərdir. Birinci bu 0-ı gətirib yerinə qoyacaqsınız. Olacaq 2 vurulsun ln. 0-ın üstünə 6 gələndə elə 6 eləyəcək. Çıxılsın. Deməli, mənfi 4 yazanda mənfi 4 üstəgəl 6, 6-dan 4 çıxmış olursunuz. O da eləyir 2. Yəni, ln 2. Bu da bərabərdir. 2 vurulsun. Baxın, əsaslar eyni olanda bu çıxma, yəni ortada çıxma işarəsi veriləndə bu ədədlər bir-birinə bölünürdü. Yəni, ln 6 bölünsün 2. Bu da bərabərdir. 2 ln 3 olmuş olacaq. 6-nı 2-yə böləndə eləyir 3. 2 ln 3, yəni testimizin doğru variantı D bəndi, D variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq ikinci sual. İkinci sualda yenə deyir ki, bu ifadə bərabərdir 5 olarsa, biz buradan A-nı tapmalıyıq. Gəlin diqqətlə baxaq. Bu 4 vur x kubun integralı. Baxın, x üstü n-in integralına siz hər zaman belə baxmalısınız. X üstü n üstə gəl 1 bölünsün n üstə gəl 1. Deməli, bu olacaq 4 vurulsun. X üstü 3-ün üstünə 1 gələndə 4 eləyir, bölünsün 4. Üstə gəl 2 vurulsun. Bu x üstü 1 deməkdir. 1-in üstünə 1 gələcəksiniz olacaq 2. Yəni x-in kvadratı bölünsün 2, üstə gəl. Bu 1-in də, yəni hər zaman integralı x-a bərabərdir. Və bunun sərhədləri də olacaq deməli 0-dan 2-yə, daha sonra üstə gəl a bərabərdir 5-ə. İndi biraz sadələşdirsək, bu 4-lər gedir, bizdə qalacaq x kvadrat. Deməli, bunlar ixtisar gedəndə burada qalır x üstündə 4, üstə gəl. Burada 2-lər ixtisar gedir, qalır x kvadrat, üstə gəl x. Yenə sərhədlər 0-dan 2-yə, üstə gəl a bərabərdir 5-ə. Bilirsiniz ki, əvvəl yuxarı sərhəd qoyulur. 2 üstü 4, 16. 2-nin kvadratı 4, üstə gəl 2. İndi çıxılsa, bu 0-ı qoyub yazmalıyam. Amma 0-ı qoyanda fikir verin, bunların hər biri 0 olmuş olur. Yəni çıx 0 yazmağın bir mənası yoxdur. Ona görə bunu yazmadan birbaşa olaraq üstə gəl a yazıram, bərabərdir 5-ə. Toplasaq 22 olacaq. 22 üstə gəl a bərabərdir 5-dirsə, buradan a-nı tapmaq istəyirsinizsə, 5-dən 22-ni çıxmalısınız. 5-dən də 22-ni çıxanda düzgün cavab mənfi 17 alınmış olacaq. Yəni, ikinci sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq üçüncü sual. Üçüncü sualda deyir ki, integral 0-dan pi bölü 2 olarsa 4 vurulsun sinüs kvadrat x bölü 2 dx integralını hesablayın. Biz yadımıza salmalıyıq sinüs kvadrat x, yəni dərəcəni aşağı salma düsturu. Bu trigonometriyadır. Əgər bu düstur burada yadınıza düşmürsə, deməli açıb bu düsturları təkrar etmək lazımdır. Bax elə bu dəqiqə. Sinüs kvadrat x bərabərdir. Hansı düsturu idi? 1 çıxılsın kosinus 2x bölünsün 2. Bir daha deyirəm. 1 çıxılsın kosinus 2x bölünsün 2. İndi gətirib burada yerinə yazanda olur. Deməli 0-dan pi bölünsün 2-yə. 4 vurulsun. Burada olacaq 1 çıxılsın kosinus. Baxın 2x. Siz 2-ni vursaz buradakı, yəni x-in yerində dayanan x bölü 2. 2-lər ixtisar gedəcək. Sadəcə x-in özü qalmış olacaq. Bölünsün 2. Bu 4-lə bu 2 ixtisar gedir. 2-ni də surətə vurub, yəni yazırsınız. Olur 0-dan pi bölünsün 2-yə. Burada olacaq 2 çıxılsın 2 kosinus x. Bu da bərabərdir. 2-nin integralı 2x-dir. Bu 2 olduğu kimi qalır. Kosinus integralı da sinusdur. Sinus x. Və bunun sərhədləri 0-dan pi bölünsün 2-yədir. Gətirib bir dəfə pi bölü 2 yazırsınız yerinə. Yəni 2 vurulsun. X-in qiyməti pi bölünsün 2 çıx. 2 vurulsun sinus pi bölünsün 2. Və çıxılsın 0 yazanda da 2 dəfə 0 0 eləyir.
Çıx 2 vurulsun sinus 0. Sinus 0-da elə 0 qiymətini alır. Bu da 0 eləyir. Bu mötərizə itdi. Onda qaldı bu bir mötərizə. Olacaq burada deməli pi çıxılsın. Pi böl 2-də sinus yəni 90-da 1 qiymətini alır. 1-i də 2-yə vursa cavab 2 alınmış olacaq. Pi çıxılsın 2. Baxın D bəndi. Yəni testimizin doğru variantı D bəndi olmuş olur. Keçək növbəti suala. Baxırıq 4-cü suala. 4-cü sualda deyir ki, şərhlənmiş hissənin sahəsini hesablayın. Yenə integral mövzusunun sonuncu bölməsinə aid olan, yəni əyrilərlə hüdudlanmış fiqurun sahəsi hissəsinə aid olan bir test nümunəsidir. Yadda saxlamaq lazımdır ki, bu cür verilən testlərdə bax, şərhlənmiş hissənin sahəsini tapmaq üçün, baxın, sahə bərabərdir. Sərhədlər harda başlayır? 0-dan 1-ə. Deməli olacaq integral 0-dan 1-ə. 0-dan 1-ə. Siz yuxarıda olan funksiyadan, bu yuxarıdakı 4x-in kubudur bu arada, bu 3'dür. Yuxarıda olandan, 4x kubundan çıxmalısınız bu aşağıda olanı. İndi bu aşağıda olanda fikir verin, bu hansı düz xətti? Y-in 0 nöqtəsindən keçir. Bu y bərabərdir 0 düz xətti olmuş olur. İndi 4x kub çıx 0 yazmağın da bir mənası olmadığına görə bunu sadəcə 4x kimi göstərmiş olacaq. Burada yazırıq dx. 4x kubunun integralı 4 vurulsun. Yenə deyirəm x kubuna x üstü n plus 1 bölünsün n plus 1 kimi yanaşmalısınız. Olacaq x üstündə 3 üstə gəl 1 4 bölünsün 4. 4'lər ixtisar gedir. Sərhəd də 0-dan 1-ədir. Deməli siz ancaq x üstü 4'ə 1 və 0 yazacaqsınız. Olacaq 1 üstü 4 çıxılsın 0 yazacaqsınız 0 üstü 4. Təbii ki bu 0 eləyir. 1 üstü 4 də düzgün cavab 1-ə bərabər olmuş olur. Yəni 4-cü sualda testimizin doğru variantı, baxın B bəndi, B variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci suala deyir ki, y bərabərdir kök altda x və y bərabərdir x kvadrat funksiyalarının qrafikləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Birinci növbədə bunu gəlin şəkil olaraq, yəni qrafik olaraq burada təsvir edək. Bu x oxu olsun, bu da y oxu olsun. Y bərabərdir x kvadrat, bax paraboladır. Yəni koordinat başlanğıcından keçən paraboladır. Y bərabərdir x kvadrat. Amma kök altda x-də bax buradan başlayan, yəni 0-dan başlayan və bu formada belə bir artan funksiyadır. Y bərabərdir kök altında x. Bunların şərhlənən hissəsi, bax fiqur hara düşdü? Bax bura. Bunun sahəsini istəyir hal-hazırda sizdən. Sərhədlərinə baxsaz, bax bura 0-dır. Amma bura bilinmir. Niyə bilinmir? Daha doğrusu hələ yazmayaq bunu. Bilinmir. Çünki bunu özümüz tapmalıyıq. Bax bu nöqtə həm y bərabərdir x kvadratının, həm də kök altda x-in kəsişmə nöqtəsidir. İkisinin də. Deməli bunların x-i eynidir. Bir-birlərinə bərabər eləyir sadəcə. Yazırsınız ki kök altda x bərabərdir x-in kvadratına. Hər iki tərəfi kvadrata yüksəltsəz x bərabərdir x üstü 4-ə. Bunu keçirsək digər tərəfə. Olacaq x üstü 4 çıxılsın x bərabərdir 0-a. X-in mötərizə xaricinə çıxardığında x-in kubu çıx 1 bərabərdir 0-a. Ayrı-ayrılıqda hər birini 0-a bərabər edək. Burada x1 bərabər olur 0-a. X-in kubu çıx 1 0-dırsa, x-in kubu bərabərdir 1-dirsə, x2 də bərabər olacaq 1-ə. Bax, o 1 buradan gəlir. Bu 1-i də tapmış olduq. İndi sahəni hesablasaq, sahə bərabərdir. Deməli, sərhədlər 0-dan 1-ə, yuxarıdakından kök altda x-dan çıxmalısınız aşağıdakını, yəni x kvadratını. X-in kvadratı dx. Aha. Gəlin bu kök altında x-i, baxın bu kök altda x-i, x üstü 2-də 1 kimi göstərək. Bax, buranı istəyirəm. Kök altda x-i x üstü 2-də 1 kimi göstərək. Çünki bu formada göstərməli məqsədim odur ki, integralını yazanda x üstü n plus 1 bölünsün, n plus 1-dən istifadə edək. Bu da bərabərdir. X üstü 2-də 1-in deməli integralını gəlin yazaq. Olacaq burada nə? X üstündə 2-də 1-in üstünə 1 tam gəldikdə. Bircə dəqiqə baxın burada göstərəcəm. İndi sadəcə buranı silək. Baxın 2-də 1 üstə gəl 1 eləyir 1 tam 2-də 1. Siz də bunu çevirib 2-də 3 formasında yaza bilərsiniz. Yəni baxın bu formada x üstündə 2-də 3 bölünsün 2-də 3.
çıxılsın. Deməli, x kvadratının isə x-in kubu bölünsün 3 olmuş olacaq. Bunun da sərhədləri 0-dan 1-ədir. Gəlin, biraz sadələşdirək. Baxın, bu kəsr xətti, yəni bölünsün 2-də 3 onu göstərir ki, bu tərsinə çevriləcək, olacaq 3-də 2. Bu da x üstündə 2-də 3-dür. Baxın, x üstündə 2-də 3-ü biz kvadrat kök altında, yəni dərəcə 2 olarsa, kvadrat kök altında x kub şəklində yaza bilərik. Bunu da belə göstərək. Kvadrat kök altında x-in kubu kimi yazaq. Bax, elə gətirib buraya yazıram. Kvadrat kök altında x-in kubu kimi yazıram. Vurulsun 3-də 2-yə. Çıx, x-in kubu bölünsün 3 olduğu kimi qalır. Yenə sərhədlər 0-dan 1-ədir. Bərabərdir, bərabərdir. 1 yazsaq, təbii ki, kök altda 1 eləyəcək. Kubu da 1-dir. 3-də 2-yə vuranda 3-də 2 eləyir. Çıxılsın. 1 yazanda 3-də 1 olur. 0 yazmanın bir mənası yoxdur. Çünki 0-ı nəyə vursan 0 eləyəcək. 0-ı nəyə bölsən 0 eləyəcək. Onu yazmıram. 3-də 2-dən də 3-də 1-i çıxanda düzgün cavab deməli 3-də 1 alınmış olur. Yəni 5-ci sualda testimizin doğru variantı Y bəndi, Y variantı alınmış olur. Belə, bu da bizim sonuncu sualımızın izahı olmuş oldu. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim ödənişli və ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.